Yaz-yay ayları əksər insanlar tərəfindən toy etmək üçün ən çox üstünlük verilən dövrdür. Bu müddət ərzində cütlüklər xüsusi günlərini daha da yadda qalan etmək üçün avtomobillərin icarəsi və bəzədilməsi xidmətlərinə müraciət edirlər. Bəzədilmiş nəqliyyat vasitələri təkcə bəy və gəlinə unikal anlar yaşatmaqla kifayətlənmir, həm də toyun ümumi atmosferini tamamlayan əsas elementlərdən birinə çevrilir. Qiymətlərə gəldikdə isə 100 manatdan başlayır 1500 manata qədər. Kortejlər saydan asılı olaraq dəyişir. Məsələn 4 maşın, bir gəlin maşını olanda başlayır 700 manatdan. Benzin bəzək sürücü bizdən olur şəhər içi. Əgər maşını özünüz gətirsəz, biz tərəfdən bəzənir. 30 manatdan bəzək başlayır, 50 manata qədər bəzəklər var. Məsələn ağgül tez çirkləndiyi üçün ağgül biraz o birislərdən fərqlidir qiyməti. Digərləri 30 manatdır, hərifdir, məsəl üçün kapot güldür qırmızı 30 manat. Təbii gül başlayır 100 manatdan 200 manata qədər. Təbii gülün orada saylarından asılıdır, böyüklüyündən asılıdır. Elşad Məmmədov deyir ki, əksər cütlüklər lüks avtomobillərə üstünlük verirlər. Qiymətlər isə avtomobillərin markası, modeli, icarə edilən ərazi və digər amillərdən asılı olaraq dəyişir. Qiymətlər məsafədən asılı olaraq dəyişir və maşının qiymətindən asılı olaraq dəyişir. Yəni seçilən maşın bahalı maşındırsa o fərqli olur. Bizim sürücü sürəndə ucuz olur, bəy sürəndə əlavə olur, 50 manat əlavə olur. Çünki riskdə indi məsələn bu maşını özümüz sürsək həmişə özümüz sürürük də, yəni o risksizdir. Və bəzəklərin təbii olub-olmaması da qiymətlərə təsir eləyir. Əgər cütlüklər daha çox seçim şansı əldə etmək istəyirlərsə, bəy gəlin avtomobilini ən azı bir ay öncədən sifariş etməlidirlər. Toydan bir neçə gün əvvəl sifariş etdikdə məhdud sayda avtomobil seçimi olur. Aylin Rəsulzadə, Vüsal Cəfərov, İlham Əkəliyeva, Xəbər Ertəsi.